Salam yoldaşlar, hər vaxtınız xeyir. Bugün sizinlə natural ədədlər mövzusuna aid olan digər testlərə baxacağım. Gəlin bir yerdə 10-cu testə baxaq. Deyir ki, x cüt ədəddir, y tək ədəddir. Aha, ifadələrdən hansının qiyməti cüt ədəddir? Deməli, məndən cütü soruşur, ha? Bunu unutmuruq. X cütdür. X-a mən bir dənə 2 deyə bilərəmmi? Niyə də olmaz? Çünki orada şərtdə özü verir ki, x cütdür. Y təkdir. Mən y-a 1 deyə bilərəmmi? Aha, bu qələmdə nəsə bir sıxıntı yaranır bəzən. Getdik. Deyir ki, cüt ədəddir. Demək, cüt ədəd olmaq üçün mən bunları gəlib burada yerləşdirməliyəm. Tapdığım ədədləri və oradan tapmalıyım. 2 ilə 3-ün cəmi 3. 3-ü 3-ə vuranda 9. 9 təkdir. A variantını atırsan, səndən cütü istəyir. 2 vur 2, 4. 1-in kvadratı 1. 1-i 3-ə vuranda 3. 4 ilə 3-ün cəmi 7 təkdir. 2 ilə 1-in cəmi 3. 3-ün kvadratı 9 tək ədəddir. 2-dən 1 çıxıram 1. 1-in kvadratı 1 tək ədəddir. 2-nin kvadratı 4. 5-i 2-yə vururam 20. 1-in kvadratı 1. 1-i 2-yə vururam 2. 20 ilə də 2-nin cəmi 22. Doğru variant burada Y variantıdır. Daha sonra digər testə gedirəm. Deyir, x və y cüt ədəd olduqda. İndi burada hər ikisi cütdür. X da cütdür. X-a da mən cüt ədəd qoyum. Y da cütdür. Y-a da qoyum 4. Deyir, hansı tək ədəd olar? Aha, indi mən gedib təki tapmalıyam. Y 4-dür. 3-ü 4-ə vuranda 12, üzərinə 2 gələndə 14 cütdür. 2 ilə 4-ün cəmi 6. 6-ı 2-yə bölürəm 3. 3 tək ədəddir, elə D variantının özü. Niyə digər variantlar olmur? Gəlin, baxaq. 2-nin kvadratı 4. 4-ün kvadratı 16. 16 ilə deməli 4-ün cəmi 20, 2-yə nisbəti 10, 10 cüt ədəddir. 2 vur 4, 8, 8-i 5-ə vuranda 40 cüt ədəddir. 2-nin kubu 8, 4-ün kubu 64. Bunların cəmi verir sənə 72, 72-nin də 4-ə nisbəti olur 18 cüt ədəddir. Əgər bu tipli videoların davamı gəlməyini istəyirsinizsə 050 505 5481 nömrəsi ilə əlaqə saxlaya, fikirlərinizi bildirə və burada rəy bölməsində fikirlərinizi bildirə, eyni zamanda dərslərlə maraqlana və bizə balaca bir dəstək olaraq kanalımıza abunə olub videolarımızı bəyənə bilərsiniz. İnşallah növbəti videolarda görüşənədək.